Salam değerli Yanıt TV izleyicileri. Siyasi Yanıt'ta karşınızdayıq. Bugün Ukrayna etrafında baş verenlerden hem Qərbin hem de Amerika Birleşmiş Ştatlarının təklif ettiği sülh planından hem Ukrayna'nın hem de Rusiyanın bu plana yanaşmasının neden ibaret olmasından danışacağıq. En əsası isə bu sülh planları xüsusən də Amerika Birleşmiş Ştatlarının təklif etdiyi və en real görünən sülh planı Ukraynada həqiqi sülhə aparan yoldurmu, yoxsa Ukraynanın təslimiyyətidirmi? Bax, bu suala cavab tapmağa çalışacağıq. Elə isə başlayaq. Bu sülh planlarından hansının daha real olması məsələsinə oradan başlayaq ki, Qərbin təklif etdiyi sülh planı əslində Ukrayna üçün daha effektiv, məqbul sayılsa da, bu planın müzakirəyə çıxarılması belə indi qeyri-mümkün görünür. Nəyə görə? Çünki münaqişə tərəflərindən biri Rusiyadır. Sahədə üstünlük Rusiyanın əlindədir. Eyni zamanda Rusiya dünyanın ən böyük nüvə dövlətidir. Dünyanın ən böyük ikinci hərbi gücüdür və o meydanda şərtləri diktə etmək iqtidarındadır. Və Rusiyanın diktəsi də ondan ibarət olacaq ki, Qərb və onun planı müzakirə mövzusuna çevrilməsin. Ona görə də sadəcə burada artıq Amerika Birləşmiş Ştatlarının təklif etdiyi sülh planı üzərindən hansısa danışıqların getməsi daha real görünür. Ona görə ki, Amerika Birləşmiş Ştatlarının həm Rusiya ilə diplomatik münasibətləri yaxşıdır. Xüsusən Biden iqtidarının getməsindən və Donald Trump'ın yenidən hakimiyyətə qayıtmasından sonra Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı təmaslar yenidən aktivləşdi və bu iki tərəf Ukrayna münaqişəsi doğrultusunda davamlı koordinasiyadadırlar. Eyni zamanda Ukraynanın özü də hələ də münaqişənin həll edilməsində ən böyük tərəfdaşı və əsas ümid yeri kimi Amerika Birləşmiş Ştatlarını görür. Ona görə də nə Ukrayna, nə Rusiya indi Amerika Birləşmiş Ştatlarının təklif etdiyi sülh planından necə gəldi imtina eləyə bilməz. İmtina eləyəcəksə də bunu əsaslı bir şəkildə izah etməlidir. Yəni əsaslandırılmalıdır ki, niyə bundan imtina edir. Ona görə də biz əsasən bugün məcburuq ki, Amerika Birləşmiş Ştatlarının təklif etdiyi sülh planı üzərində diskusiyamıza davam eləyək. Baxın, Amerika Birləşmiş Ştatlarının təklif etdiyi sülh planı isə bugün Rusiyanın maraqlarına tam uyğundur. Ona görə ki, Rusiya tərəfi özü də anlayır ki, Ukraynadakı maksimalist hədəflərinə çata bilməz. Maksimalist hədəflər nədən ibarət idi? Müharibə təzə başlayanda hələ Rusiyalı siyasətçilər, ekspertlər, dövlət xadimləri və s. və axır bir sözlə Rusiyada hər kəs nə iddia eləyirdi? Biz 2 günə, 3 günə, maksimum 1 həftəyə Kiyevə gedəcəyik, oturacağıq oradan şəkil çəkib paylaşacağıq, orada çay içəcəyik, Ukraynanı tam nəzarətə alacağıq, onu məğlub eləyəcəyik və s. və ilaxır. İndi fevralda müharibənin başlanmasından tam 4 il ötəcək. Rusiya hələ də Ukraynanın 20-25% civarında ərazilərini işğal edə bilib. Əslində bu da ciddi rəqəmdir. Bu da onun göstəricisidir ki, bəli, sahədə üstünlük Rusiyanın əlindədir və Ukrayna ordusu faktiki müdafiə olunmaqda çətinlik çəkir. Xüsusən də son aylarda Rusiya ordusunun irəliləyişi əvvəlki dönəmlərindəkinə baxanda daha da kəskinləşib. Bu da tamamilə Trump'ın hakimiyyətə gəlməsindən sonra Ukraynaya edilən yardımların əhəmiyyətli dərəcədə azaldılmasıdır. Yəni Ukrayna müharibəni nəyin sayəsində davam etdirirdi? Xaricdən gələn dəstəklərin, bu dəstəklərin əhəmiyyətli bir hissəsi də hələ Biden Amerika Birləşmiş Ştatlarında prezident ikən onun sayəsində təmin olunurdu. Trump indi bunu məğzini bir xeyli dəyişdirdi. Artıq Amerika silah vermir, silah satır. Amma hansı silahları satır? Biden dönəmindəki qədər effektiv olanları deyil və keyfiyyətdən başqa kəmiyyət olaraq da Ukraynaya silah verilişi, yəni silah satışı azalır. Bax indi
belə bir situasiyada Rusiya yaxşı anlayır ki, Trump onun üçün göydən düşmə bir versiyadır. Sabah Amerika Birləşmiş Ştatlarında yenidən Biden kimi birisi və yaxud da az-çox onunla eyni siyasi görüşləri, eyni siyasi xətti məqbul sayan birisi hakimiyyətə gəlsə, onda Rusiyanın işi yenidən çətinləşə bilər, Ukraynaya dəstək bərpa oluna bilər. Bu da Moskva üçün arzu olunmazdır. Bu nöqtədə Rusiya anlayır ki, Biden, üzr istəyirəm, Donald Trumpla əlaqələri maksimum yaxşı saxlamaq lazımdır və nəzərə almaq lazımdır ki, heç Donald Trump'ın özü də, yəni Amerikada ən yaxşı, Moskva üçün ən yaxşı, Donald Trump'dan da yaxşı birisi bir seçim gəlsə belə, heç kim imkan verməyəcək ki, Rusiya Ukraynanı tam olaraq nəzarəti altına alsın, oranı bütövlükdə işğal etsin və ram etsin. Bax, indi Rusiya maksimalist siyasətindən əl çəkir, onun əlinə düşən bu fürsəti, yəni Amerika Birləşmiş Ştatlarının təklif etdiyi bu planı maksimum dəyərləndirməyə çalışır ki, müharibə dayansın. Çünki Rusiyanın xarici siyasəti nəzərə almaq lazımdır ki, təkcə Ukraynadan ibarət deyil. Rusiya Ukraynada məqsədlərinə çata bilər. Bundan razılaşmaq lazımdır. Çünki o nüvə dövlətidir. Rusiya sabah bütün qüvvəsini, bütün eforunu Ukraynaya cəmləsə, onunla qarşı durmaya girmək istəyəcək hər hansı bir dövlət tapılmayacaq. Nə İngiltərə, nə Fransa, nə Almaniya buna cəsarət etməyəcək. Bir tək Amerika Birləşmiş Ştatları buna cəsarət edə bilərdi ki, Trump administrasiyasında bu qeyri-mümkündür. Eyni zamanda fərqli bir administrasiya gələndə də onlar nəzərə alacaqlar ki, Rusiyadan da daha ciddi qlobal rəqibləri var, bu da Çindir. Ona görə də nəzərə alaq ki, Rusiya tərəfi bütün qüvvəsini, hətta taktiki nüvə silahlarını belə istifadə etmək bahasına olsa, Ukraynada əslində məqsədlərinə çata bilər. Amma Rusiya özü də yaxşı hesablayır axı ki, onun xarici siyasəti sadəcə Ukraynadan ibarət deyil. Kör-körənə Ukraynanı tam ram etməklə Rusiya nə əldə edəcək ki? Onsuz da əldə etmək istədiklərinə bugün demək olar ki, çatmaqdadır. Kollektiv qərbə qarşı mübarizə apardım, hamısını yendim, Ukraynanın bu ərazilərini əlimdə saxladım, Krımı vermədim, nə bilim oranın faydalı qazıntılarını ələ keçirdim, atom elektrik stansiyasında ortaq pay əldə etdim və s. və ilə. Bax, bunlar hamısı həm daxili auditoriyanı ram etmək üçün, həm də qərbə gözdağı vermək üçün çox ideal bəhanələrdir və Rusiya indi bu fürsəti dəyərləndirmək istəyir. Bu nöqtədə Ukraynanın mövqeyi nədən ibarət olacaq? Baxın, Ukrayna müharibədən əvvəl özü üçün əsas qırmızı xətlər olan bir neçə məsələ var ki, bugün onların itirmək üzrədir. Yəni Amerika Birləşmiş Ştatlarının planı, hazırki planı tam mənada həyata keçərsə. Nədir bunlar? Ərazi məsələsi. Ukrayna müharibədən əvvəl nə deyildi? Biz Krımı da qaytaracağıq. Krım da bizimdir və heç bir ərazi güzəşti getməyəcək. İndiki plan əgər reallaşsa, Ukrayna nəinki Krımı geri qaytara bilir? 6 vilayətdə müəyyən əraziləri itirəcək, 4 vilayətdə faktiki ərazilər itirəcək, 2 vilayətdə də belə deyək də silahsızlaşdırılmış bölgə elan olunacaq. O nə bilim böyük ehtimal ki, çox millətli təhlükəsizlik qarantorluğu şəraitində idarə olunacaq və orada faktiki olaraq Ukraynanın suverenliyi tam mənada reallaşmayacaq. Digər bir məsələ hərbiləşmə məsələsi. İndiki planda təklif edilir ki, Ukrayna sadəcə maksimum 600 minlik ordu saxlaya bilər və o böyük ehtimal ki, növbəti mərhələlərdə bunlar da müzakirə olunacaq ki, strateji silahlar məsələsində də Ukrayna sahibkar dövlətə çevrilməsin. Bu nöqtədə də Ukrayna Qərbin və ya ABŞ-ın asılılığında qalacaq. Eyni zamanda da ordusunun kiçiltmək məcburiyyətində qalacaq. Müharibədən əvvəl isə Ukrayna kimsə bizə bu şərti irəli sürə bilməz deyirdi. Üçüncü bir məsələ isə, bax, bu da çox önəmlidir, NATO məsələsidir.
Müharibə niyə başlanmışdı? Əsas səbəblərdən biri nə idi? Rusiya nəyə bəhanə eləmişdi? NATO şərqə doğru genişlənir, Ukraynaya gəlir, bu bizim milli təhlükəsizliyimizi təhdid edir və s. və ilə axır. Ukrayna nə deyirdi? Bu bizim suveren haqqımızdır. Biz istədiyimiz birliyə hərbi, iqtisadi, siyasi fərqi yoxdur. İstədiyimiz zaman girə bilərik və kimsə bizə veto qoya bilməz. İndi əgər bu plan reallaşarsa, qəbul olunarsa, o halda orada nəzərdə tutulan maddələrdən biri də odur ki, Ukrayna birmənalı olaraq NATO-ya üzvlük məsələsi dondurulur, ümumiyyətlə bloklanır, müzakirə olunmur və heç vaxt da olunmayacaq. Bax, indi bu əsas 3 müddəada Ukrayna müharibədən əvvəl dediyi və iddia etdiyi o qırmızı xətlərini həyata keçirə bilməyəcəksə, onda 4 ilə yaxındır davam edən bu qanın, bu zülmün, bu vəhşətin, bu dağıntıların minlərlə, yüz minlərlə can getdi. Bunların nə mahiyyəti var idi ki, elə onda müharibədən əvvəl Ukrayna masaya oturmuş olsaydı, bundan daha yaxşı şərtlərlə müharibədən çıxardı. Ən azından İstanbuldakı danışıqları ki, yadınızdadırsa, heç olmasa taxıl sazişi imzalandı. Bax, onu Ukrayna qərbə aldanmasaydı, Bidenə aldanmasaydı, sonuna qədər davam etdirsəydi, o zaman belə bundan daha az yaralarla müharibədən çıxardı. Ona görə də mən indi düşünürəm ki, Ukrayna tərəfi bu planın həyata keçirilməsinə son ana qədər dayanacaq. Və burada Qərbin ortaya atdığı planda əslində o dayanışmanın bir vasitəsi kimi yorumlanmalıdır. Çünki Qərb özü də, Ukrayna özü də yaxşı başa düşür ki, Qərbin planları nə qədər yaxşı olsa da Rusiya ondan razılaşmayacaq. Amma yenə də onu ortaya atdılar. Niyə? Bir təzyiq vasitəsidir həm ABŞ-a, həm Rusiyaya ki, əgər ABŞ-ın təklif etdiyi planda Ukraynanın maraqları və ya istəkləri nəzərə alınmasa, düzəlişlər olunmasa, biz bu nöqtədə qədər dayanacağıq. Yəni, mənə elə gəlir ki, indi Ukrayna hakimiyyəti də, Qərb özü də əslində öz planlarını yeritməkdən daha çox o planı ortaya atmaqla heç olmasa ABŞ-ın təklif etdiyi planda müəyyən dəyişikliklərə nail olmaq istəyirlər. Bu dəyişikliklər də onlar üçün nədən ibarət ola bilər? Müəyyən qədər ərazilərin geri alınması məsələsi ola bilər. NATO məsələsini qurban verməklə Ukraynanın öz ordusunun azaldılması məsələsinin gündəmdən çıxarılması ola bilər. Çünki həqiqətən Ukrayna öz ordusunu hansısa ikinci, üçüncü tərəflərə görə azaldacaqsa, bu artıq milli suverenlik məsələsinə çevriləcək həm də. Və bu halda Ukraynanın bir müstəqil dövlət kimi dünya siyasətində təmsil olunması məsələsi də sual altına düşəcək və Ümumavropa təhlükəsizliyi də ciddi sual altında qala bilər. Çünki Avropanın ən böyük ölkəsi Ukrayna idi. Avropanın təhlükələrə qarşı ən yaxşı sərhəd ölkəsi Ukrayna idi. Ən güclü sərhəd ölkəsi Ukrayna idi. Ən güclü ordularından biri, təbii ki, qərb dövlətlərini nəzərə almasaq, yenə Ukrayna idi. Bax, onun itirilməsi əslində Rusiya təhlükəsinə qarşı Avropanın ən əsas qalasının itirilməsidir. Çünki birincidir və çox böyükdür. Finlandiya, Polşa, bunlar var. Amma Ukrayna mənə elə gəlirdi ki, bütün bunlar arasında indi onlar NATO üzvüdülər, başqa məsələ, amma fərdi baxımdan müdafiə üçün, istehkam üçün daha yaxşı variant idi. Bax, indi Avropa onu itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Ona görə də bugün Amerika Birləşmiş Ştatlarının planı Ukraynada həqiqi sülhəmi gətirib çıxaracaq? Yoxsa sadəcə Ukraynanın təslimiyyətinə mi hesablanıb sualına cavab axtaranda biz bütün bunları nəzərə almalıyıq. Bütün bunları nəzərə alanda da görürük ki, əslində bu sülhə gətirən bir yol deyil. Çünki o plan olduğu kimi qalsa, böyük ehtimal Ukrayna tərəfi bunlar razılaşmayacaq və razılaşmamalıdır. Çünki
Çünki bu dövlət suverenliyini təhdid edən bir məsələdir. Ərazinin müəyyən bir hissəsinin işğalda qalması anlaşılandır. Sən zəifsən, gücləndiyin zamana qədər bunu gözləyə bilərsən. Kör-köranə döyüşüb tamamilə məhv olmaqdansa səbr edib müəyyən uyğun bir zamanı gözləmək daha yaxşıdır. Amma yox, sən artıq ordunu kiçiltmək məsuliyyətini götürürsənsə, nə bilim, NATO-dan imtina edirsənsə, nə bilim, sabah sənə diktə eləyəcəklər silahlar məsələsində güzəştlərə gedəcəksənsə və ən önəmli strateji bölgələrini göz görə düşmənə de facto verəcəksənsə, onda sənin gələcəyə istiqamətli, daha güclü olma planların da suya düşmüş olacaq. Çünki bütün bunlar olmasa sən sabah istədiyin qədər güclənə də bilməyəcəksən və ya bu gücü əldə etmək üçün sən davamlı ya Avropa ölkələrindən, nə bilim, İngiltərədən, Fransadan, Almaniyadan ya da birbaşa Amerika Birləşmiş Ştatlarının özündən asılı vəziyyətdə qalacaqsan. Bu da əlbəttə ki, bir ölkə üçün arzu olunan deyil. Çünki hər bir ölkə öz suverenliyini, müqəddəratını həll etmək məsələsində tamamilə öz imkanlarına, daxili resurslarına güvənməlidir və bu güvənlə yola çıxmalıdır. Kiminsə vədlərinə inanaraq yox, kiminsə istəklərinə inanaraq yox. Yəni Bidenin vədlərinə inanan Zelenski kimi davranaraq yox. Zelenski vətənini sevən, mücadil, döyüşkən ruhlu, təslimiyyəti sevməyən igid biri ola bilər. Amma proseslər o yerə gəldi, çıxdı ki, Ukraynanın bir lider olmadığı, Ukraynada bir milli lider olmadığı reallığını gördük. Zelenskinin bir lider olmadığı reallığını gördük. Onun siyasəti bir yerə qədər işlədi. O yerə qədər ki, Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişən kimi Zelenskinin qurduğu bütün sistem zəifləyib çökməyə doğru getdi və Ukrayna öz acı sonluğuna doğru, öz acı günlərini yaşamağa doğru getdi. İndi ona görə də bugün Ukraynanın mənə elə gəlir ki, ən azından belə deyək də, Türkiyənin və Qərbin birlikdə koordinasiyası ilə, dəstəyi ilə heç olmasa İstanbul danışıqlarındakı kimi qarşılıqlı güzəştlər formatında bir razılaşmaya ehtiyacı var. Ən azından isə Amerika Birləşmiş Ştatlarının təklif etdiyi planda o əsas nöqtələr ki var, punktlar, maddələr ki var, onların bir neçəsində milli maraqlarına uyğun dəyişikliklərin nail olmalıdır. Bu olmasa Ukrayna o plana imza atmamalıdır. Çünki o plan onsuz da məhvin planıdır. Ondansa döyüşsələr, heç olmasa bir ümid yeri yaranar. Ən azından döyüşərək məhv olarlar. Və Ukrayna tərəfi indi o plana imza atmaqdansa çətinliklərə sinə gələrək müəyyən bir zaman üçün yenidən döyüş ruhunu özünə qaytarmaqla ən azından Trumpın hakimiyyətdən gedəcəyi ili gözləməli və yeni seçkilərə ümid bağlamalıdır ki, əks Trump, yəni Biden meyilli siyasətə inanan birisi gəlsin Amerikanın başına və bu zaman Ukrayna üçün yeni fürsətlər doğsun. Bunun üçün isə indi Ukraynaya milli lider lazımdır ki, həmin günə qədər, yəni bu 2 illik fasilədə prezident dəyişikliyinə qədər, Amerika Birləşmiş Ştatlarında prezident dəyişikliyinə qədər Ukraynadakı daxili problemləri həll eləsin, azalan ruhu yüksəksin, yəni ruh yüksəkliyini yenidən təmin etsin, milli birliyi təmin eləsin və Qərbi inandırsın ki, ona daha çox texnika, daha çox silah, daha çox iqtisadi yardımlar, maddi yardımlar ayırsınlar. Elə Türkiyənin özünü inandırmağı bacarsın. Bax, o liderə indi ehtiyac var. Zelenski bunu bacaracaqmı? Bəlkə də bacara bilər. Hələ ki, özündə o gücü tam toplaya bilməyib. Amma əgər o bacarmasa, indi Ukrayna özü müharibə davam etdiyi müddətdə belə bir lider dəyişikliyinə getməlidir. Ən azından müdafiə naziri dəyişməlidir və elə bir fiqur gətirilməlidir ki,
o prezidentdən daha milli bir ruh kimi ortaya çıxa bilsin. Yoxsa Ukrayna dağılmağa başlayacaq, Ukraynanın daxilindəki problemlər böyüməyə başlayacaq, qala içəridən fəth ediləcək. Belə, əziz dostlar, Ukraynanın əslində Amerika Birləşmiş Ştatlarının bu planını olduğu kimi qəbul etməsi, verilişin əvvəlində qoyduğumuz sualla cavab olaraq deyiləm bunu, olduğu kimi o planı qəbul etməsi həqiqi sülhə deyil, Ukraynanın təslimiyyətinə aparacaq. Ukrayna əgər orada bayaq sadaladığımız o həyati əhəmiyyətli maddələrdə dəyişiklik eləyə bilərsə, o halda hansısa sülh mühitindən və Ukraynanın dövlətçiliyini qorumağa yönəlmiş addımlardan danışa bilərik. Bu olmadıqda isə Ukrayna döyüşməyə məcburdur, sona qədər mübarizə aparmağa məcburdur. Bunun üçün isə ona daha güclü idarə etmə lazımdır. Dostlar, mövzu ilə bağlı təklifiniz, iradınız, sualınız və ya əlavəniz varsa, komment hissəsində, şərh hissəsində bildirə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Sağ olun.